güller getirmişik. Uyğur türklərinin xatirəsinə, bütün şəhid olanların son yüzildə xatirəsinə. Orada gənclərimiz soyqırıma uğrayır, millətimiz soyqırıma uğrayır. Uyğurlar bizim qardaşımızdır, bizim bir parçamızdır. Biz susa bilmərik. Bütün dünyaya etiraz edir, amma Azərbaycanda hələ səs çıxarılmır. Niyə? Hökumət özü bizə dəstək olmalıdır. Çin səfirliyinin qarşısına gəlməkdə məqsədiniz nədir? Uyğur türklərinə qarşı Çinin həyata keçirdiyi soyqırımı pisləmək, bu soyqırıma etiraz eləməkdir məqsədimiz. Dilini yasaq eləyirlər, həbsxanalara salırlar, haqlarını vermirlər. Uyğurların dilini yasaq eləyiblər, milli kimliyindən uzaqlaşdırırlar. Din və vicdan azadlığı pozulur, həbsxanalarda işgəncə çəkir. Bütün bunlar nə deməkdir? Nədən türk millətini hər yerdə məhv edirlər? Və biz bu qərənfilləri də gətirmişik ki, Uyğur xalqının, şəhid olmuş Uyğurların xatirəsinə. Bu da bizim Uyğur bayrağımız. Bu da bizim Uyğurumuz. Uyğur dövləti müstəqil dövlət olacaq. Uyğur dövləti müstəqil dövlətdir. Çin Uyğuristanı, Doğu Türkistanı işğal eləyib. Çin işğalçı dövlətdir, qatildir. Uyğur millətinin bu bayrağı heç vaxt emməyəcək. Türk millətinin bu bayrağı heç vaxt inməyəcək. Bir gün Çin çəkiləcək, bir gün Çin o bölgələrdən çəkiləcək. Uyğurlar dəfələrlə dövlət qurublar. Uyğur türkləri tarix boyu böyük mədəniyyət yaradıblar. Bu gün də Uyğurlar müstəqillik uğrunda mübarizə aparırlar. Biz Uyğur türklərinin müstəqillik uğrunda mübarizəsinə dəstək olmalıyıq. Bütün Azərbaycan xalqı dəstək olmalıdır. Bütün dünya dəstək olmalıdır. Çin bu coğrafiyada Uyğurlara qarşı soyqırmaya başlayır. Mən çox təəssüf eləyirəm ki, bugün polislər burada etirazçılardan daha çoxdur. Çox təəssüf eləyirəm və xalqımıza müraciət eləyirəm. Azərbaycan xalqı Uyğur türklərinin yanında olmalıdır. Bütöv bir millət və bir mədəniyyət qətl olunur, soyqırıma uğrayır 21-ci əsrdə. Bütün dünya insan haqlarından danışdığı bir dönəmdə Uyğurların insan haqları yoxdurmu? Biz bütün bunları etiraz edirik və bugün ona görə gəlmişik. Bu bayraq heç bir zaman emməyəcək. Uyğur türklərinin müstəqil dövləti qurulacaq. Uyğur türklərinin azadlıq mübarizəsinə dəstək olmalıyıq, səs verməliyik. Azərbaycan Uyğur türklərinin yanındadır. Uyğurlar dövlət qurmağa qadir bir millətdir. Biz müraciət eləmişik Bakı Şəhər İcra Hakimiyyətinə də aksiya ilə bağlı rəsmi şəkildə. Heç bir cavab verilmir. Videolarımızı vaxtında izləmək istəyirsinizsə, YouTube kanalımıza abunə olun.